Hamıya salamlar. Bugün Keşabakinski videoları izləyirik. Axırıncı dəfə yadımda deyil nə vaxt Keşabakinski videolarını reaksiya çəkmişəm. Davamını istəyirsinizsə əgər videonu bəyənib aşağıdan kanalımıza abunə olmağı yaddan çıxarmayın. TikTokdan Keşabakinski videolarını izləyə bilərsiniz. Çox uzatmadan keçdiyi videoya xoş izləmələr. Uşaqlığımın oyunu. Nə oyundu bu belə? Plastilin. Kauçuk qapaq da tapıb nə yaxşı ki. Onu kimi idi bizə verən? Ya gizlincə oğurlayardıq, ya da ki heç tapmazdıq. Əsasda ki o plastilinlə məktəbdə inək falan düzəldirdi, ilan belə dairələyirdi və əlimizi içində belə. Qiyməti də yadımda deyil, 2 manat 50 qəpiyə idi deyəsən, səhv eləmirəmsə. Qalib gəldi, əla. Uşaqlığımın saqqızı, turbo saqqızıdır bu belə. 10 qəpi idi bir dənəsi. İndi də var satışda deyəsən. Görmüşdüm. Ay bilin. Ay bilin. Belə bəxt olar. Mən Ferrari-ni gözləyirdim. İntiqamı aldım. Budur ha? Budur ha? Uydu. Nə pis vurdu ha. Qaçdı. Nəsə ağrını çox pis keçirtdi həqiqətən. Uşaqlığımın dadı. Bu yaxınlarda öyrəndim ki, onu supa töküb yeyirlər. Yəni o sup da, yəni necə deyim, verməşil kimidir. Belə də dadlı olur amma. Ancaq adamın boğazını çox pis yandırır. Uşaqlığımın qorxusu. İnfa keçirtdiyi bir anlıq. Uydu, yumruğu nə pis dəydi ya. Əvvəllər bazarlıq edəndə. Pomidordu bu. Ha görmüsən bana vallahi istiyorum. Yaxşı 5 kilo çək. O gülüşə var bir dənə. Bəsdir maypada gəzdin. Təzə paltar götür özünə də. Sen bu yakma pomidor satmadın, o necə olur ki? Ha o başı oğlumdu ya. Bunu tak. Əsl Steven Seagal'a oxşayacaqsan. Ay məzələnmə ki. 100%. Ha onda bir tane bir kruk vurun, sonra qaydarım. Vay iki kişisən 10 kruk vurursan burada. Bir de şey, İndi bazarlıq edəndə. sizi mənə çılçaq sifariş elə də. Başa düşmədim, necə yeni tapa bilmədim. Gözlə indi özüm tapıram. Manalı şey oxşur. İndi bir düymə ilə bazarlıq etmək mümkündür. Temu var. Temunun canı sağ olsun. Həmin o çarəsizlik. Eləmə. Axırı pis olacaq, eləmə. Sağ ol heç. Tam vaxtında tərpəndi. Kasıbın sözləri. Üstündən 2 manat qoyub ət almaq olardı. Havayı nəsə buraxırlar deyəsən. Abi gör nə deyirəm. Abi bir nəfər var, ondan xəbər gözləyirəm. İngilis dilini bilirəm, prosta danışa bilmirəm. İngilis dilini mən də bilirəm, prosta danışa bilmirəm. Kartdan öz-özünə pul çıxır. Qaqa səndə iPhone-da sən çək də. Bizə takibat da. Nə olur takibat da bizə. Nə olur, abunə olun da mənə. Uşaqlığımın qorxusu. 5 dəqiqə burada dur, heç hara getmə, mən indi gəlirəm. Yaxşı ana. Konfet istəmirsən? Yox əmi istəmirəm. Bəs Yox. 2 dənə. Aldanma ona. 2 dənə. Gəl. Uşaqlıqda mən də qorxurdum əslində. Yəni maşın falan gələndə qaçıb gizlənirdim bir kənardakı, gəlib apararlar mənə birdən. Amma indi böyümüşəm. Uşaqlığımın qorxusu. Bu nə edir burada? Kağız yandırıb çəkir. Amma palit eləməsin məni. Nəysə çox pis olacaq bunun sonu. Siqaret çəkmisən? Həqiqətən də sonu çox pis oldu. Deyilənə görə meyti hələ də oradadır. Dostumla evdə tək qalanda. Basaqlıq eləməyin burada. Nidday bol mən gəlsəm ev pis gündə olacaq. Yaxşı. Davay. Başlayaq. 5 lazım. Şou başladı. Soda getdi. Bu oyda. Yağda, o neynirlər bunlar? Plaketə dəymə. O plaketi nə qədər arzulayan insanlar var. Gözləyin, mən cinəm. Gəldi Gözünüzü deyəsən. yumun, indi hər şey təmiz olacaq. Görürsən ana, servis düz. Öyle yaxşı ki tez vəziyyətdən çıxdılar. Əsəbi dostu necə zərərsizləşdirmək olar? Maraqlıdır. 40 dərəcə istidə 2 saatdır səni gözləyirəm. O ərimişəm çöldə. Hə, yaxşıdır, yaxşı fikirdir. Olacaq. Buna görə biraz çox pul çıxa bilər. Qəpi ilə də sakitləşdirmək olur. Anam kartoşka təmizləyəndə mən Hazır da ana. 16 yaşım var, hələ də kartoşka soymağı bilmirəm. Soyuram necə deyim, bu tip. Həkimi evə çağıranda Amma indidən deyirəm ki, ayaqqabılarımı çıxarmayacağam. həkimin köynəyi yaddan çıxıb deyəsən.
Ha buyurun buyurun ama ayakkabılarınızı silersiniz zəhmət olmaz. Oo. Bu həkim özündən çox razıdır. Bu xəstə. Bir dənə divanın üstü qalıb, orada çıxsa tamamlanacaq. Xəstə o biri otaqda. Ha, o birisi otaqdadır. Hə, keçir. Hardadır bu xəstə? Görmürəm onu. Görmürəm. Mən buradayım. Ha, sən xəstə. Danış görməni ağrıyır. Qarnım ağrıyor. Bura ağrıyır. Bəs bura. Yaxşı, bir dənə sənin su gətirərsən də zəhmət olmaz. Ha buyurun buyurun. Ah, bu həkim deyil, bu yola verəndir. Yola verir, özü üçün. Belə ağrıyır. Ay! Bəs belə? Hər şey aydındır. Bunda appendisitdir. Bəlkə partladı. Allah rəhmət eləsin. Həkim çox qəşəng müalicə elədi. Həmin o bezdirən satıcı. Kömək lazımdır. Yox, baxıram sadəcə. Yaxşı, kömək lazım olsa mən buradayım. Çox qəşəng seçimdir. Mən sadəcə baxıram. İkimiz baxaq da. O yüzden seçməni özüm bağlayaram, rahat olma. Yaxşı, bu neçəyə? Bu buxara yoxa çıxdı. Necə kömək eləyim? Allah sən məzlənirsən məndən, soruşuram bu neçəyə? Ha bu nə dükandır belə? Həqiqətən belədir. Çoxu yəni öz malını tərifləyir. Deyir ki, mənim malım belədir, yəni ucuzdur amma keyfiyyətlidir. Bu nətər olur? Ucuzdur deyir amma keyfiyyətlidir. Xaricilər dənizdə. Oy, seçilməliyik. Fərqimiz də budur işte. Hava isti olanda. İstidən öldüm mən. Ha demə, nə vaxt soyuqlar gələcək? Bunlar məndən məzələnirlər. Gah dillər istidir, gah dillər soyuqdur. Al bəstirin də. Məncə artıq istilər gəlsin. Havalar get-gedə soyuyur. Amma mən hələ qısa oldu qalmışam. Elə bu qədər. Bitdi videolar. Bir videonun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə, videonu bəyənib aşağıdan kanalımıza abunə olmağı yaddan çıxarmayın. Əgər Keşabakiski videolarına tez-tez reaksiya videosunun gəlməyini istəyirsə, şərhlərdə öz fikrinizi bildirməyi unutmayın. Sağ olun, sevilirsiniz. Sona qədər izlədiyin üçün təşəkkür edirəm.